soykırım günüdür. Yəni ermənilər 1918-ci ildə özünüz bildiyi məlumunuz olduğu kimi Azərbaycanda soykırım eləyiblər. Azərbaycan əhalisini çox sayda qırıblar. Bu təkcə Azərbaycanda olmayıb, həm Türkiyədə soykırım olub, həm bizim Cənubi Azərbaycanda Urmiyədə 30 min müsəlmanı demək qanına qaltan edildilər Novruz bayramı axşamı. Bu hadisələr, yəni Novruz bayramı axşam başlanılır. Bugün Azərbaycanda da, Bakıdakı soykırımda intihası bu təqvimlər bilirsiniz də bir neçə yüzillərdən görürsünüz değişir. Təqvim değişdiyinə görə bu indi 31 Mart'a düşüb. Əslində Novruz bayramı axşamı olub bu. Ermənilər demək bütün Azərbaycanı zəbt eləmişdilər, almışdılar, soykırımlar törətmişdilər və təkcə Abşeron qalmışdı. Hücum elədilər 18-ci ildə, hardasa aprel ayında Abşeron kəndlərini də işğal etdilər və üz qoydular Maşdağa kəndinə. O zaman Maşdağa kəndi mahal gedirdi, yəni buraya kənd deyil, qəsəbə deyildi. Mahal gedirdi, böyük bir ərazi bura tabe idi, Maşdağaya tabe idi. Və onlar, onların böyükləri, generalları, yəni bu cür məsləhət bildilər ki, əgər Maşdağa alınmayıbsa, demək siz Azərbaycanda heç bir qalibiyyət qazanmamışsınız. Bəli, 18-ci ildə hücum edirlər. Görürsünüz, bu yerlər indi açıqlı yerlər idi, o vaxt indi görürsünüz, indi qəşəng tikintilər falanlar var burada. Bu yerlərdə bizim böyük səngərimiz olur. Səngərimiz yəni ki, Zabrat bəndiyəri körpünün yanından ta Kürdəxanı Pirşağıya qədər və körpünün yanından yenə də ta aeroporta, dəniz qırağına qədər demək ki, bizim böyük bir uzun səngərimiz olub. Səngərimiz olub və Maşdağa igidləri bu səngəri neçə kilometrdir ki, bəzən yazılarda gedir ki 11 kilometr, bəlkə də bu çox olub və 11 kilometri bir səngəri qoruyurdular və bu işdə dedik ki, Abşeronun bu bizim Maşdağanın qonşu kəndləri də işğal olunmuşdu. Oradakı cavanlar, igid adamlar da Maşdağa cəmaatına qoşulmuşdular və erməniləri bu tərəfə buraxmamağa, ölməyə, lakin erməniləri bu tərəfə bizim torpaqlara buraxmamağa and içmişdilər. Ermənilər isə 3 istiqamətdən hücum edirdilər. Birinci, Digah tərəfdən hücum edirlər ki, bu da gəlib axırı Məhəmmədi kəndinə çatırdı. Yəni onları almışdılar. İndi Maşdağaya bu tərəflərdən hücum edirdilər. İkincisi, indi şəhər yolundan, bu Zabrat tərəfdən hücum edirdilər. Üçüncüsü, hücum edirdilər Ramana tərəfdən. Artıq Ramana qalasında özləri üçün qərargah seçmişdilər və dördüncü istiqamətdə var. Dördüncü istiqamətdə Suraxanı tərəfdən idi. Binə tərəfdən hücum edirdilər. Və onların qarşısında dayanmaq əlbəttə çətin idi. Bəzi tarixçilər yazırlar bu haqda ki, o zaman Maşdağa cəmaatı nə bilim silah yox idi, köhnə berdankalarla, köhnə ov tüfəngləri ilə və hətta bellə, yaba ilə vuruşurdular. Xeyr, bu heç də belə olmamışdır. Bizim silahımız da olub o zaman və ermənilərin qarşısında, yəni o zaman bizə hücum edən tək erməni deyildi. Erməni hissələri və İngilis hissələri isə bir də bolşeviklərin və bolşeviklərin demək hərbi hissələri 3 demək İngilis, Rus və erməni hissələri birləşib bizim demək 20 minlik, bəlkə də çox bir ordu ilə hücuma keçmişdilər. Bunun qabağında əlbəttə silah lazımdır. Silahsız dayanmaq olmaz. Və görək bu silahlar hardan gəlirdi. Bir gün qardaşlarımız burada bizimlə yenə iştirak edirlər. Əlimizdə qardaşımız var. Bugün bu qardaşımızı da hamınız tanıyırsınız. Həmişə mənimlə video çəkilişlərində iştirak edir. İndi görək bu silahlar hardan gəlmişdi? Vaxtlara yaşlılardan hamısını dağılı öyrənmişiz. Qorxur da deməyə. Amma deyirlər.
Yəni nədir? Silahları nədir? Əsas hardasa çar vaxtından müəyyən qədər silah götürüblər. Amma nizami ordu qabağında dayanmağa onların güclü silahı, yəni toplayacaq olmuyor. Həmin o silahları Qoçaz deyilən şəxs olub, onun qardaşı olub, praporşik bayılda işləyirmiş çar ordusunda. Onun hünəri nəticəsində, yəni xəbər çatdırıb Əbdülqasım bəyə. Həmin o gəmilər alınıb 4 dənə gəmi. Əbdülqasım bəy kimdir? Əbdülqasım bəy əsas bəzən deyirlər Parakəndə fədailər qatmıyor. Fədailər çar vaxtı olub. Bunlar ayrı bütün Azərbaycan üzrə olub. Bəli. Əhmədov, bunlar da bunlara paçinon olub. Yəni bu şəxs, bu şəxs bütün bunları idarə edən, yəni bu o bandit dəstələrinin qabağında dayanan əsas adamdır. Yəni heç kimə Parakəndə Əbdülqasım bəy. Bu da xan nəslindən idi. Bəli. Yəni bu insan xəbər çatıb, həmin o qızıl verilib çar ofisərlərinə Nikolay müharibənin uzanından sonra. Həmin o 4 dənə gəmi alınıb. Bunların 4 dənə gəminin deyilənlərə görə, yəni biri içəri şəhərdə. Ruslardan, Nikolay ordusundan. Ofisərlər. Bəli. Həmin onların bir gəminin silahı topayacan 4 dənə top olub belə, yəni o içəri şəhərə gedir. Onun qorunmağına görə. İndi hərdən deyirlər məndən bir iki dənə qoçu güllə atdım, oyuna qabaqdı, hələ şey yalandır. Onun üçü bura gəlir. Yəni Maçdağa kəndinə gəlir. Lap elə bir vəziyyət yaranıb ki, Əbdülqasım bəy Türk ordusunun qabağına çıxmaq üçün lap böyük ordudan əvvəl, yəni 1000 nəfərlik, 1000-yə yaxın ofitser, yəni əskər, 200-ə yaxın da səhra hospitalı, onun qabağına çıxmaq üçün bu şəxs gedib götürüb, yəni götürənəcə elə bir vəziyyət yaranıb ki, silah güllə qutarıb. Yəni ordu böyük bir ordu ilə döyüşülmüşlər, neçə kilometr. Yəni belə bir hünərlə, yəni silahdakı əsas böyük silahlar gəmilərdən gəlir. Onları da alan bu şəxsdir. Yəni Parakəndə olmuyor. Yəni bu Əbdülqasım bəy 43-əcən Sovet hökuməti, yəni müəyyən bir komandanlıq altında vuruşublar. Bu şəxsin komandanlığı altında. Bəli. Sovet hökuməti 43-də olub, yəni buranı Hitler tutmağın təhlükəsi olduğuna görə bu şəxsi də bunu zəhərləyib həkim götürür, güllə vurmuyublar. Onun meyidini də qaçırtı buradan. Yəni bu kişi daş bağlayırmışlar bedbaxtların ayağını, bırakırmışlar dəryaya. Yəni bu onu elə qoymayıb eləməyə. Onun meyidini qaçırtıb gecə ilə Arvoşa dəfn edib Məmməd Bağırda. Yəni indi də elə xalq düşməyi kimi adı ilə. Yəni bu bəraət cümhuriyyətə görə bu insan şehir olub gedib. Yəni canını, varını, dövlətinə, hər şeyini bu yola görə qoyub. İndi bunların adını çəkməyəsən, yəni bu kişilərin elədiyini, burada nəinki çəkməmək, vasitə nəinki çəkməmək, bunları unutmamaq lazımdır. Bunlar bizim başda xanları olub, Vasif özü başda xanların əslindəndir. Bunların ulu babaları olub. Evin için söhbətidir, bunlar hamısını bilirlər. Yəni unudan unudub, yəni heç adları ortaya gəlmir. İndi başqalarının adına yazırlar. Gərək xalq bunları unutmasın da. Yağın ki. Çünki bunlar 18-ci ildə ermənilərə qarşı mübarizədə vahid komandanlıq altında birləşən insanların, oğulların komandirləri olublar bunlar. Komandirləri olub. İndi hərdən çıxırlar, tipizir danışırlar ki, yəni Parakəndə hansısa qoçu dayandı, məndən bir iki dənə güllə atladı kişi. Özünüzü güldürmüyor. Düzdür, qoçular da dəstələrini vurur. Ancaq əsas komandanlıq altında. Komandanlıq olub. Komandanlıq ştabları olub, hələ belə olmuyor. Yəni Parakəndə biri var, hələ danışanda Azərbaycan xalqını demək olar ki, zəifdən zəif göstərir. Yəni bir qüvvələr olub bulan diyarda, erməni qabağında hələ belə dayanmır ki. Yağın ki. Olub şəhərdə, dəhşətlər eləyiblər şəhərdə. Dəhşətlər demək olar ki, qırıb düzürlər. Neyinki şəhər? Yəni doğru üstü qüvvəyəcən nələr eləyiblər bir Allah. Yandıran bilir də hamısı. Yəni bu vəhşi bir millətdir, nə deyəsən. Bəli də, bəzən bizi göstərirlər ki, bu soyğurum deyəndə Azərbaycan xalqı məzlum olub, bunları qırıblar. Xeyr, bu işte belə olmuyor. Düzdür, soyğurum törədiblər də bu zalimlər, bu ermənilər. Ancaq onlarla vuruşublar və şəhid olublar. Nəyə görə? Azərbaycan torpağı uğrunda, milləti uğrunda. Hələ burada dəfn ediblər bəzilərini. Yəni hələ
ölənlər də boş verib. Bəli, bu aralarda, Dəfn ediblər. ərazilərdə bizim o vaxt vuruşan, demək şəhid olan insanlarımız da dəfn olunub. Torpağın altında yatırlar, Allah rəhmət eləsin onlara. Bütün şəhidlərimizin, o şəxslərin. Bir gün bir iki kəlməni də Əl-Mirzə qardaşımızdır. Bugün əlbəttə ki, bir əlamətlər, yəni ki, dırnaqarası əlamətlər əslində çox istəməzdik də bir də bizim Azərbaycan xalqı bir də belə bir günü yaşasın, yəni ki, soyqırım 18-ci il soyqırımı. Bu günləri əvvəla bir haşiyə çıxım ki, biz hərdən görürsən çıxırıq televizora, Amehdi Adi kanalına, görürsən ki, bizi məskərəyə də qoyurlar bu TikTok kanalı ilə. Çox təəssüf edirəm. Bu adamlar əvvəla tarixçi deyirlər, ali savadları da yoxdur. İkincisi də ki, konspektlə zadla danışan deyirlər. Şablon bəziləri çıxırlar, öyrənirlər, əzbərləyirlər, sonra şablon söhbətləri başlayırlar danışmaya ki, özlərini də alim bilirlər. Xeyr, biz heç birimiz alim deyirik, heç birimiz də tarixçi deyirik. Sadəcə olaraq ağsaqqallardan eşitdiklərimizi bilirik. Və bu ağsaqqallarımız da, yəni ki, yəni bu onların öz sözləridir ya. Yəni bu soyqırım bu kətdən də kənarı çıxmayıb. Bizim eşitdiyimizə görə ağsaqqallardan bu tərəflərdə də olub, həmin bu yerlərdə. Ancaq indi arxivlər o vaxt Sovet İmperiyasının əlində olub deyə onu bilmək olmaz ki, vardı, qoyublar onu, qoymayıblar. Buna görə bizim ixtiyarımız çatmır ki, deyək ki, bəli, soyqırım olub Maşqata İmperiyasında, yəni 18-ci ildə və yaxud da başqa. Onsuz da hələ İstəyər tək 18-ci il olmuyor, 1905-ci ildə olub, 18-ci il, 30-cu illərdə repressiv günlərində, vaxtlarında olub soyqırım, bəli. Ona görə mən arzulayardım ki, bir də belə şeylər Allah Teala bizim milletin, xalqın başına getirilməsin və Allah bizim şəhidlərimizi rəhmət eləsin. Bugünkü çəkilişimiz də bugünkü günə düşdüyü üçün ona görə biz də özümüzə borc bildik ki, bu söhbətlərimizi eləyək. Bu qədər diqqətinizə görə təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Mən bu videomuzun axırında bir şey qeyd etmək istəyirəm. Əl-Mirzə qardaşımızın sözünü qüvvət. Yəni, çox tarixlər itiriblər, Azərbaycan tarixlər. Məsələn, mən sizə bir misal çəkeyim. Bizim Maştağalı Seydağa Axundzadə olub. O zaman şəhərdə, Bakı şəhərində Kasbi mətbəəsi deyərdilər. Çox savadlı adam olub və orada işləyib. Kasbi mətbəəsində işləyib. O ermənilər oranı yandırdılar. 5000 tərcümə Quran da yandı orada. Tərcümə Quran eləmişdi, tərcümə eləmişdi. 5000 nüsxə yandırdılar. Və həmin Seydağa Axundzadənin 3 ciddi, yəni kiçik kitablı, 3 ciddi arxiv əsəri var onun. Erməni-Müsəlman davasından demək, ona bu müharibəyə həsr etdiyi hadisə, Bakıda olan hadisələrə həsr etdiyi 3 ciddi kitabı var. Bu kitabın 1-ci, 3-cü cildi var, 2-ci cildi yoxdur. Nədən? Maştağa haqqında heç bir şey yoxdur burada, yazmıblar. Nədən? Maştağalı olasan, Maştağada 5 ay müharibə gedib burada, ondan yazmayasan, görürsən ki, o zaman Sovet dövründə ermənilər bunu çıxardıblar arxivdən. Lakin bizim indi o bağlı qapılar arxasında olan arxivlərimizdən ki çıxarıblar. Lakin bizim xalqın yaddaşında yaşayır bunlar. O bir Türk zabiti olub, 18-ci ildə Türklərlə bir yerdə vuruşub burada Bakıda. Onun bir sözü var, o sonra bir kitab da yazıb burada hadisələrdən. Onun bir sözü var, bu Kemalyer adında bir adam olub. Onun bir sözü var ki, bizim tariximiz təkcə demir qapılar arxasında yerləşən arxivlərdən ibarət deyil, həm də xalqın yaddaşından ibarətdir. Yəni, sağ olun, təşəkkür edirəm sizi səbr eləyib dinlədiyimizə görə. İndi biz tez-tez bu videolar çəkərik inşallah. Ağamehdi Adi kanalı uzun fasilədən sonra yenə fəaliyyətinə başlayıb. Sağ olun, salamat qalın.